Salam, ikinci bölmə 4-cü sınaqla davam edirik. 28 kökə malik günəbaxan bitkisi üzərində gövdədən inkişaf edən kök sayı, digər köklərdən inkişaf edən kök sayından 2 dəfə çox olarsa, gövdədən inkişaf edən əlavə kökdür. Digər köklərdən inkişaf edən kök sayından 2 dəfə çoxdursa, mən əlavə kökü 2x yazacağım. Digər köklərdən inkişaf edənsə yandı. Yan kökü isə x yazacağım. Sonra deyir, ümumi kök sayı 28-ə bərabərdir. Burada bir dənə də əsas kök var. Günəbaxan çünki mil kök sisteminə malikdir. Onda olacaq 3x üstə gəlinsin 1 bərabərdir 28-ə. 3x bərabərdir 27-yə. X də bərabər olacaq 9-a. Bu da məndən yan kök sayını soruşur. Elə x ilə yan kök işarə etmişdim. 9. Yarpağın yan kəsiyi verilmişdir. Fotosintez məhsulları hansı rəqəmlə verilən hissədə daşınır? Fotosintez harda gedir desə deyəcəksiniz sütunvari və süngərvari bu ikisində. Amma daşınır floemlərlə. O da 2 ilə işarə edilib. Köçürülən hissədən ilk olaraq bilavasitə hansı kök inkişaf edəcək? Bu yarpaq çiliyidir. Uzanbar bənövşəsi yarpaq çiliyi vegetativ çoxaldılır. Biz də demişdik ki, yarpaqdan və gövdədən ilkin olaraq əlavə kök çıxacaq. Aşağıdakı tumurcuqda olmaz. Generativ tumurcuqdur. Generativ tumurcuqda yarpaq başlanğıcı, burada tumurcuq başlanğıcı, pulcuqları ola bilər. Hər ikisində ortaq generativ və vegetativdə. Amma generativdə çiçək başlanğıcı, vegetativdə isə zoğ başlanğıcı olacaq. İndi bunda olmaz deyirsə gövdə başlanğıcı olmaz. Çünki vegetativə xasdır. İnkişaf etmiş bir bitkinin yarpağında olan hüceyrələr verilmişdir. Gündüz vaxtı bu hüceyrələrdə gedən fotosintez prosesinin sürəti hansı qrafikdə doğru göstərilib? Bitkidə ümumiyyətlə bu üçündə fotosintez gedir. Burada ən çox olacaq sütunvaridə, daha sonra süngərvaridə, ən az da ağaclıqda. Deməli, ən yüksəkdə duracaq sütunvari, sonra süngərvari, ən az da A variantı uyğundur. Bircə saniyə. Mensa verilən şəkil əsasında suyun yuxarıya qalxmasına 3 səbəb sayılır. Suyun daşınmasına 3 əsas səbəb var. Transpirasiya, kök təzyiqi, kapilyarlıq, transpirasiya digər də yarpaqların sorucu qüvvəsi deyilir. Deməli, bunlar içərisində ən yüksək olan buxarlanma, yəni transpirasiya olacaq. Daha sonra kök təzyiqi, digər isə sonda çox şəkilli damarlar və ya kapilyarlıq. İndi bu mənə deyir, çoxdan aza deyirsə birinci buxarlanma olacaq, sonra kök təzyiqi, sonra isə kapilyarlıq, yəni çox şəkilli damarlar. 2, 1, 3. A variantı. Verilən yarpaqların neçə saydadır? Barmaqvari mürəkkəb, təklərəkvari, üçər. Bu ikisi isə saydədir. Şəkildə yarpaq ayasının müəyyən hissələr rəqəmlə verilmişdir. Bu hissələrdən hansı yanlışdır? Necə soruşur? Bir əsas toxumaya aiddir. Bəli. Əsas toxumadır. Baxın, içərisində xlorofillər, xloroplastlar var. Fotosintez edir, əsas toxumadır. Daha sonra 2 örtük toxumadır. Bəli, ağaclıqdır, dəriciyə aiddir. 3 törəci toxuma. Yarpaqda törəci toxumaya rast gəlmir. Törəci toxuma bir təpə meristemdə olur. Bitkini yuxarıya doğru böyüdür gövdəni. Bir törəci toxuma olur. Kökün üzərində kökü aşağıya doğru uzunluğa böyüdür. Kambida olur, gövdəni ilə böyüdür. Bir də interkalyar olur. Yəni yarpağın içərisində törəci toxuma olmur. Şəkildəki orqan şəkil dəyişmələrinin yalnız birinə aiddir. Gövdə şəkil dəyişməsidir. Gövdə yumrusu ətləşmiş gövdə ikisinə aiddir. Olmaz. Ehtiyat qida maddəsi toplayır. Bu da ehtiyat qida maddəsi toplayır. Bu da ehtiyat qida maddəsi toplayır. Bu da ətləşir və əslində su toplayır. Toplayıcı orqandır. Yəni birinə aid deyil. Üzərində bilavasitə yan köklər inkişaf edə bilməz. Bəli, ikisinin. Bu gövdədir, bu da gövdədir. İkisində inkişaf edə bilməz. Əmələ gəlməsinə əsas kök iştəki, bu olacaq. Yalnız birinə aiddir. Baxın, bu meyvə köküdür. Meyvə kökü əsas kök və gövdənin aşağı hissəsinin birlikdə metamorfozundan yaranır. Fotosintez prosesinin getməsi üçün zəruri deyil. Fotosintezin düsturu budur. Karbon qazı üstə gəlinsin, su alınır, glikoza üstə gəlinsin, O2. Getməsi üçün karbon qazı, su və işıq lazımdır. Karbon qazı, su, işıq lazımdır. Oksigen yaranan məhsuldur. Lazım deyil fotosintez üçün. Torpaqdan qidalanma zamanı bitkilərə hansı maddələr daxil olur? Torpaqdan qidalanmada su və mineral. C variantı. Uyğunluğu müəyyən edin. Bu növbəli, bu qarşı-qarşıya, bu isə topalı. İndi nə deyir? Cökə toz ağacı növbəli olacaq. 1-ə A, C. Yasəmən gicitgən yoxdur. Bunlar olur qarşı-qarşıya. Qarğıgözü oleyandır. Qatır quyruğu isə topalı olur. Deməli olacaq A, C, B, D, E. A, C, A variantı. Sonra 13-də. Bitkidə olan yan köklər
bitkidə olan yan köklərin öz növündən başqa 2 kök növündən inkişaf etməsi. Deməli, bitkidə yan köklər var, 2 dənə də əlavə kök var. Bunun biri olacaq əlavə kök, biri olacaq əsas kök. Yəni, bu bitkidə əsas kök var, bu bitki toxumdan inkişaf edib. Bu şərtdən biz aydın olur. Deyir, yanlışı tap. Toxumla çoxalır, bəli, buna əsas kök olduğunu dedi şərtdə bizə. Min kök sisteminə malik ola bilər. Bəli, ola da bilər, olmaya da bilər. Baxır hansıdır, bir ləpəlidirmi, 2 ləpəlidirmi və yaxud nədir, bunu deyə bilməliyik. Saçaqlı kök sisteminə malik ola bilər, bəli. Biz dedik ki, saçaqlı kök sistemində əsas kök olmaya da bilər və yaxud da ki, olsa belə nəzərə çarpır digər köklərdən. Ona görə yəni bəzən uşaqlar çaşır ki, burada əsas kök var, saçaqlı olanmaz, ola bilər. Vegetativ çoxalır, bax bu tamamilə yanlışdır. Bunda əsas kök varsa, demək bu toxumla çoxalıb. Vegetativ çoxalmada əsas kök olmur. Bitkinin vegetativ orqanı üzərində əmələ gələn ixtisaslaşmış hüceyrəni müəyyən edin. Neyron heyvanlardadır, yumurta hücrə bitkidə də ola bilər, amma vegetativ orqanın üzərində əmələ gəlmir, generativ orqanda yaranır. Əmirci tel hüceyrəsi bəli, kökün üzərində olur, su sormağa xidmət edir. Klasterdə sual işarəsinin yerinə yazılmalıdır. Quru və isti yerdə yaşayır, gövdəsi su toplayır, yarpaqları müsbət kaktusdan gedir. Kaktusun gövdəsi ətləşib su toplayır, yarpaqları tikana çevirir, hamısı uyğundur. Kök tükçükləri haqqında verilən ifadələrdən hansı yanlışdır? Torpaqdan üzvü maddələr, bu yanlış olacaq. Kök torpaqdan su və mineral maddələr sorur. Üzvü maddələr isə yarpaqda hazırlanır. Əgər tumurcuğun daxilində rüşeym halında gövdə, yarpaq, tumurcuq başlanğıcı varsa, bu tumurcuğu necə adlandırmaq olar? Əgər bunda gövdə başlanğıcı varsa, mən bunu vegetativ adlandırmalıyım. Yox, əgər bunda çiçək başlanğıcı olardısa, onda mən onu generativ adlandırmalıydım. Uyğunluğu müəyyən edin. Üzümün gövdəsi bığcığa çevrilib, noxudun yarpağı bığcığa çevrilib. C variantı. Hər buğumunda minimum yarpaq sayı 2-dən çox olan bitkilərin verildirsə, minimum yarpağı hər buğumda 2-dən çoxdursa, demək 3-dür də, bu da topalıdır. Qatır quyruğu olayandır, qarğı gözü. 3 müxtəlif bitkinin zoğlarını A, B və C kimi işarə eləyir. Sonra nə deyir? C zoğu üzərində 40 yarpaq var. C-nin 40 yarpağı var. Bu zoğların üzərində buğumların sayı eynidir. Hər birində x qədər buğum var. Və yarpaq düzülüşü fərqlidir. C bitkisinin yarpaq sayı B-dən 2 dəfə çox. C-də 40-dır, B-də 20-dir. Sonra 2 dəfə çox. B bitkisi isə A bitkisindən 2 dəfə çox. Deməli, A-da da 10 yarpaq var. A zoğu hansı bitkilərə aid ola bilər? Baxın, əgər A-da 10 yarpaq, eyni qədər buğumdan söhbət gedir. A-nın eyni qədər buğumunda 10, B-də 20, C-də 40 yarpaq varsa, deməli A növbəlidir, B qarşı-qarşıyadır, C isə topalıdır. Çünki eyni qədər buğumdadılar bunlar. Yarpaq sayıları eyni qədər buğumda, B A-dan 2 dəfə çox, C də A-dan 4 dəfə çoxdursa, avtomatik A-nı mən növbəli, B-ni qarşı-qarşıya, C-ni topalı götürməliyim. A zoğu hansı bitkilərə aid ola bilər? Bu da mənə növbəli istəyir. A zoğu hansı bitkilərə aid ola bilər? A zoğu növbəlidirsə, alma ola bilər, kökü ola bilər. 2 və 3. A variantı. Şəkildəki hadisəni necə adlandırmaq olar? Günəşə doğru hərəkət edir bitki. Bax, ümumiyyətlə nəyə deyəcəksiniz siz? Dayağa doğru yuxarı, məsələn, üzüm, dayağa dırmaşaraq yuxarı qalxması. Tutaq ki, bitkilərin yarpağının və ya çiçəyinin günəşə doğru çevrilməsi, bitkinin böyüməsi, bunlar hərəkət adlandırmaq olar. Hərəkət nədir ümumiyyətlə? Fəzada yerini dəyişməsi, əvvəlki olduğu yerdən fərqli bir yerdədir. Bu artıq hərəkət adlandırılır. Aşağıdakı diaqramda 5 müxtəlif bitkidə yarpaq ölçüləri verilmişdir. Buna əsasən bu bitkinin suya olan tələbatına əsasən çoxdan aza düzün. Yadınızda saxlayın, yarpaq nə qədər böyürsə, suya olan tələbat o qədər artır. İndi ən çox suya tələbatı olacaq 2. Nə qədər böyük yarpaq o qədər su. 2, sonra 3, sonra 5, sonra 1, sonra 4. Deməli 2, 3, 5, 1, 4. Elə variantı uyğundur. Aşağıdakı şəkildə yarpaqların düzülüş formaları əks olunmuşdur. Buna əsasən doğru bəndir. Qarşı-qarşıya, topalı, növbəli. X-in deyir buğum sayı buğum arasından az olur. X-da 2 dənə buğum, bir dəqiqə nə deyir? X-in buğum sayı buğum arasından az olur. X-də əgər 2 buğum varsa, yox, onsuz buğumları hər zaman buğumdan bir çıxaraq buğum arasını tapırıq. Bu yanlış fikirdir.
Y hər buğumda minimum 4 yarpaq yerləşir. Xeyr, minimum 3 yerləşir. Z buğum sayı ilə yarpaq sayı bir-birinə nisbətdir. Bəli, bu doğrudur. Bu da mənə doğru soruşursa, elə Cem doğrudur. Növbəlidə buğum sayı yarpaq sayına bərabərdir. Hansı calaq üsulunu calaqaltı təşəkkülü kəsi yatırır? Bu göz calağıdır. Göz calağı etmək üçün təşəkkülü, baxın, bu şəkildə kəsi yatılıb, həmin gövdən qabıq hissəsi aralanır və ora göz qoyulur, tumurcuq. 25-ci sual. X, Y, Z cəminin maksimum sayını təyin edin. Buğum aralarının sayıdır. Gəlin baxaq. Cökədə 18 yarpaq varsa, 18 dənə də buğum var, 17 buğum arası olacaq. Oleandrda 24 dənə yarpaq varsa, mən bunu 3-ə bölərəm, 8 buğum taparam. Burada isə buğum arasını tapmaq üçün 1 çıxaram, 7. Deməli, nə elədik? Oleandrı 3-ə böldük, 8 çıxdı. 8-dən isə 1 çıxdıq, 7 buğum arası etdi. Qarğa gözü də yenə topallıdır. Bir buğumda 3 yarpaq var. 18 bunun yarpağı varsa, buğumunu tapmaq üçün 18-i 3-ə bölürəm, 6 dənə buğumu var. Hər buğumdan da 1 çıxdıqda buğum arasını verir. Yəni 5 dənə də buğum arası var. Bu da eləyəcək 24-29. A variantı. Bu qədər. Sağ olun.